Yenidaş kəndə udar vurur. Bak bana vurur. Ben qaziyə, şəhid ailələrine udar vurur. Buradan biz dolanırıq. Buradan bize Qurban bayramında ət, danalar kəsilir, paylanır. Karovkalar verilir. Bunu Elzam'ın adından verilmir. Bunu Azər müəllimin adından verilir. Bərdə rayonu Yenidaş kəndinin bir qrup sakini Kanal 21-ə müraciət edərək kənd ərazisində yerləşən torpaq sahəsi və həmin ərazidə tikilmiş supermarketlə bağlı ciddi iddialar səsləndiriblər. Sakinlərin sözlərinə görə Zamin Beyhudov adlı şəxs sözügedən torpaq sahəsini 110 min manat qarşılığında Qurban bəyə satıb. Bildirilir ki, daha sonra həmin ərazidə Azər Quliyevin rəhbərliyi ilə supermarket inşa olunub. İddialara əsasən Zamin Beyhudov bir müddət həmin marketdə işçi kimi çalışıb. Müraciətdə qeyd olunur ki, işçi kimi fəaliyyət göstərdiyi dövrdə o yanacaq doldurma məntəqəsindən 192 min manat, supermarketdən isə 76 min manat vəsait mənimsəyib. Sakinlər bildirirlər ki, hazırda Zamin Beyhudovun bacısı Sevil Beyhudova müxtəlif şəxslərə, o cümlədən Azər Quliyevə, eləcə də bir neçə şəhid və qazi ailəsinə qarşı qarayaxma kampaniyası aparır. Kənd sakinlərinin iddiasına görə Sevil Beyhudova sözügedən marketin qardaşına məxsus olduğunu desə də, reallıqda həmin obyektin sahibi Azər Quliyevdir və Zamin Beyhudovun orada heç bir ortaq payı olmayıb. Onlar bildirirlər ki, əksinə Azər Quliyev tərəfindən şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə mütəmadi yardımlar göstərilib. Kənd sakinləri kanalımız vasitəsilə aidiyyəti qurumlara, o cümlədən Daxili İşlər Naziri cənab Vilayət Eyvazova müraciət edərək bu məsələnin araşdırılmasını və səsləndirilən iddialarla bağlı hüquqi qiymət verilməsini xahiş edirlər. Ətraflı vətəndaşların öz dilindən dinləyək. Səfərov Sürətli Paşaoğlu, Bərdə rayonu Yenidaş kəndində yaşayıram. Bu kənddə yaşayırsınız? Bəli, birinci Qarabağ qazisəm, Qarabağ qazilərinin sədriyəm. Bu zapravka kimə məxsusdur? Son dənə bu zapravkada problemlər. Zapravka biz dədə-babadan bilmişik ki, zapravkanın yeri Qarabüşüm olub. Zapravka Elzamindən alınıb, yer Qaraşım. Zapravka yox, Qaraşım alınıb və onu da alan Azər müəllimdir, Qurban müəllimdir. Qurban müəllim rəhmətə gedib, bir gün Azər müəllim iştirak edir orada, ona görə. Bura sırf Azər müəllim göründü. Elzamin adı burada adam obyekti yoxdur və burada yardımlar paylanır. Burada nə çox şeylər olub, bunun hamısı Azər müəllimin adından paylanır. Yardımlar kimə paylanıb? Kənd sakinlərinə? Kənd sakinlərinə, Ağdam qaşqınlarına, uşaq əllər var, onlara paylanıb. Hamısı da bu dəqiqə kənddə də göstərmişsiniz, bizdən xəlvət. Onun hamısını siz orada işlərsiniz. Biz kəndə desə, kənd sakinlərini təsdiqləyirlər. Bəli, bura Azər müəllimə məxsus. Birinci Qurban müəllim olub burada, sonra Azər müəllim gəlib, daşıdır, rəhmətə gedəndən sonra Azər müəllim başlayıb bunu davam edib. 110 minə də mən bildiyimə görə Elzamindən alıblar bunu. İndi Elzamin onsuz da bildik ki, biraz fırlaq uşaqdır. İndi bugün maaşçının ortaya atmağına baxma, bu obyektin dalında bugün daş durur. Nətər seçkilərdə, nətər devlətin arxasında durmuşuq, bugün də bu zapravkanın, bu mağazin arxasındayıq. Mən Quliyev Rahim İsmailoğlu, Bərdə rayonu Yenidaş kəndi, həqiqətən bura obyekt olmamışdan quru torpaq 110 min manata zar olur, mən olmuşam. Bizim evdə danışılır, 120 minə deyil, 10 minini zar indirib, 110 minə qətiyə o insanın pulu verilir. Ondan sonra o insan burada işçi kimi işləyir. Bunu onun ailə üzvlərdən hamısı da bilir. Mən Həsən Zahir Əloğlu, bir şəhər qardaş kimi, yəni bu obyektin tikilişindən, bünövrəsi qoyulandan düz neçə illərdə özümüz işlətmişik, obyekt asılandan sonra. Marketi, zapravkanı əmr olundan. Buranı 110 minə mənim özümün iştirakından alınıbdır. Öz imzasından, qolundan neçə nəfərin Ramin olub, mən olmuşam, Xəlil olubdur. Özünün iştirakından orada hamımızın qolumuz, adımız, familiyamız var. Yəni buranı da neçə il işlətmişik. Biz Allah rəhmət etsin, rəhmətlik əmimlə buranın alınıbdır. O rəhmətə gedəndən sonra da Azər Quliyev öz bacısı oğlu bizim iştirakımdan bu obyekt ərsəyə gəlibdir. İndiyə qədər də fəaliyyət göstərir. Əgər burada quldurluq deyirlərsə, quldurluq elə onların özləridir ki, 2008-ci ildə bunlar deyir, obyekt bizim olubdur. 2026-cı ilə qədər bunlar niyə gəlib burada bizim üzümüzü cırmıyıbdılar ki, bu obyekt bizim olub. Açıqdır, biz həmişə vermişik, Azər Quliyevə vermişik. Başqa bir adama vermişik, ikinci bir adama. Qaşımov Rıdvan Əkbəroğlu, Bərdə rayonu Yenidaş kəndi, ikinci qrup müharibə və şəhid qardaşı. Həmin bu zapravka kimə məxsusdur? Siz bunu bilirsiniz, bu kənddə yaşayırsınız? Bəli, bu kənddə yaşayırıq. Bizim hamımız bilirik ki, bura ailələrə məxsusdur.
Bəli, Ərzamin burada bir işçi kimi işləyir. Bir dəfələrlə Azər qardaşımızın ətrafına yəni bildirmişik ki, Ərzamin burada yəni işləməməlidir. Ərzamin sabah günü burada nədə problem verir. Görüşük bütün o problemlərə. Əsas da odur. Azərin oğlu burada görün hansı şantaja keçirlər. Gəlirlər, məsələn, burada kimsə var ki, Yenidaş kəndinin iş adamlarını, məsələn, efirə verirlər, şəkillərini verirlər ki, güya ki, bunlar hamısı birləşiblər, Ərzamindən bunu alırlar. Amma Ərzamin bacısını ortaya salıyordu, qaçıb Türkiyəyə, buranın yolunu götürüb qaçıb. Bax, burada şəxsən Zapravka ya, bax, bura firmalar gətirib, mal verir. Hemen firmalardan soruşur, maraqlanır. O sözü sən deyirsən, həmən firmalardan soruşarsın. Mən Müslüman Dövşən Vaqifoğlu 2015-ci ildə bu 38 illik dostum Zahid Həsənovla birlikdə buranın tikilisində iştirak eləmişəm və burada onların əsaslı olaraq heç bir haqqı yoxdur. Bura deyildiyi kimi buru bir ərazi olubdur. Buranı Qurban dayı rəhmətli buranı əsə gətirib biz də burada işləmişik və 2020-2022-ci illərdə burada meyvə dükanında işləmişik və onları nə də bacısını buralarda görməmişəm. Mən bunun şahidiyəm, deyilənlərində razıyam. Ben İsmail sahibiyim. 2023-cü ildə bu dükkanda işləyirəm. Ərzami müəllim burada işçisi olubdur. Biz hər ay sabahda Azər Quliyev təqdim edirik. Mən bir Nəzərov Tural, Məhəmməd Əloğlu 2019-cu ildən 2022-ci ilə qədər ərzaq dükanında mən özüm işlətmişəm. Belə işlətmişəm ki, yəni rəhbərlik Azər Quliyev olubdur, idarəçiyim mən işləmişəm. Bütün hesabatları da Azər müəllimə təqdim eləmişəm. Eyni zamanda bərabərimizdə Ərzamində Yanzacaqlı məntəqəsini işlədibdir. 2022-ci ildə bu bir dəfə yenə belə bir hadisə oldu, getdi. Mənim təşəbbüsümlə yenidən qaytardıq. Yəni bu dəfə də getməmişdən bir ay qabaq Azər müəllimə yaxınlaşıb, o deyildir ki, 150 min sənə verildi. Mən sizdən təfərrüatını deyim, 150 min pul bəli verilibdir. Ancaq özü təklif edib ki, neft bazadan mal alınacaq və oktava qiymətə satışlar gəlir əldə edəcək. Bu məqsədlə o pulu alıb, bir ay sonra həmin məbləği yerinə qoymaq məqamı gəldikdə isə bu oynansızdır, gedib gəlmir. Mən Mirzahid Kərimov, 1-ci Vətən müharibəsi şəhidi evladı. Vətən müharibəsində iştirakçıdır. Bununla bağlı, deməli, bu vəziyyətin gedişatla bağlı bir neçə sosial şəbəkələrdə bu hallarla qarşılaşdım. Çox təəssüf ki, bu şahid olmuş vəziyyətin gəlib kənd cəmaatı və qazilər, şahid ailələr, şahid qardaşlarıyla bu söhbətdə həqiqəti bilmək üçün gəldim və bu günlərin də həqiqəti gördüm ki, bu yer, bu obyekt, indiki hansı ki obyekt vəziyyəti, əvvəl bura vuruşub torpaq olunub, bəli, 110 min manat qarşılığında Azər Quliyev və Qurban mərhum dayıları, Qurban Ağsaqqal həmən o Ərzamin Behbudovdan alınır və bu günlərin bu obyektin yalandan özünə ad verərək ki, mənim obyektimdir və burada onun özünün etdiyi hərəkət tələbüzdür. Əziz, gözəl, dəyərli xalqım və bu günə bir şəhid oğlu olaraq haqqın, ədalətin yanındayam və xahiş edirəm Azərbaycan Respublikasının Daxili İşlər Naziri Vahid Evazov cənablarından bu işin araşdırılması üçün müstəvi şəkildə həqiqətən araşdırma aparılsın və yekunda Azər Quliyev qardaşların bunların həqiqi obyekti olduğu tam faktı sübut olaraq həyata keçirilsin. Mən bu bugünkü bu Zapravkada olan qalmaqalı çox pis olmuşam, bir kətçi kimi, Yenidaş kətçi kimi pis olmuşam ki, kimsə bir adam çıxıb, bu hamımız bilmişik ki, bura Ərzamində qara torpaq olur. Ərzamin buranın qara torpağı alır və vaxt gəldi ki, buranı satdı bizim kətçilərimizə. Bizim kətçilərimizə satır. Başta Qurban dayı olmaq şərtlə birinci müqaviləni Qurban dayı bağlıdır. Qurban dayı. Bunu hamımız bilirik. Mən özümdə məni Respublikada tanımayan adam mən elə biləm yoxdur, hamı tanıyır. Mən Sudanışar adamam, hamıda ədalət dəyən adamam. Bu Zapravkada Ərzamin işçi kimi işləyir. Qardaş, Ərzamin imkanı var idisə, Ərzamin bu Zapravkanı tikərdi, öz işlədərdi. Niyə kimlərinsə pulunla bu Zapravkanı tikib, onu da özünü ağalla aparıb, burada məsələn müəyyən adamlar var ki, ona inanıblar, buraya oraya rəhbər qoyublar ki, sən burada otur bunu işlər. Bunun hamısı Ərzaminin qurumcusudur. Ərzaminin birinci işi deyil bu. Bu Ərzaminin birinci fırlatışı deyil.
Əlzamini mən qəşəng tanıyıram qardaş. Əlzaminin birinci fırlatışı gör. Əlzaminin öz qohumları, doğma qohumları. Əlzamına yaxın durmurlar. Deyək Əlzaminin qohumları var ki, Bakıda. Hamısı milyonçudur. Əlzamin onlara fırladığına görə Əlzaminin yaxına qoymurlar. Əlzamin hava kimi fırlaya, hava kimi. Əlzamin birinciyi fırlaya bilməz. Bizim Yenidaş kəndinə. Bu Yenidaş kəndin obyektidir. Bu bir nəfərin obyekti deyil. Burada elə ev var ki, Qurban bayramlarında ət gedir, padarkalar gedir, karafkalar gedir. Əlzamin adından gedir. Yox, xeyr. Azər müəllimin adından gedir. Həmin Əlzamin adı çəkilməyib. Mən haqq bir kətçi kimi, Əlzamin də kətçimdir, qonşu kətçimdir. Bunlar da, mən Əlzamini bunlardan çox tanıyıram. Həmin bunların adı, bu obyektin yiyəsi bunlardır, qardaş. Bu obyektin yiyəsi Azər müəllimdir. Obyektin yiyəsi Əlzamin deyil. Əlzamin bura quru torpaq idi, qara torpaq daşlıq bir yer idi. Əlzamin gün çıxıb Yenidaş kəndi, o bir nəfər elə bilir, Yenidaş kəndə udar vurur. Bax, mənə vurur, mən qaziyə, şəhid ailələrinə udar vurur. Buradan biz dolanırıq. Buradan bizə Qurban bayramında ət, danalar kəsilir, paylanır. Karafkalar verilir. Bunu Əlzamin adından verilmir. Bunu Azər müəllimin adından verir. Bu yalandan kimsə çıxıb burada Əlzamin gəlsin bu cəmaata cavab versin. Yenidaş kəndə cavab versin. Niyə qaçır gizlənir? Bakır Livortiya. Gəlsin Yenidaş kəndə cavab versin. Mənə cavab versin. Mən buradan bir çörək yeyiləmsə, məni bir dolandırırlarsa, Əlzamin kimdir ki? Həsən Zahir Əlov, şəhid qardaş kimi mən elə çıxış edirəm burada. Yəni bu obyektin tikilməsindən bağlı, yəni mənim özümün iştirakım olur, əmim Qurbanla bağlı. Bura obyektdə 110 min pul verdiyini şəxsən mənim özümün imzam da var, Əlzamin özümlə imzası var. 110 min pulu buradan alıbdı bizdən, qupçalaşdırıb bizim adımıza keçməyə. Bugünkü gündə də reallıq budur ki, Əlzamin ortada olan summanı götürüb qaçır. İndi bir bacısını ortaya salır ki, bu obyekt bizimdir. İndi gəlin, araşdırma aparın, bir sorğu keçirdin Yenidaş kənddən düz Qazaxlar kəndinə qədər. Soruşun görmürlər, bu obyekt kimə məxsus olubdur? Sən işçi kimi, Əlzamin Bebto burada işçi kimi olub. Amma bura Azər Quliyevin olub. Əmmin olubdur, əmmin də rəhmətə gedəndən sonra Azər Quliyev ağsaqqallıq eləyib, köməkli bizdə göstərmişik. Və bu neçə il əmmin oğlundan, Turallan bir yerdə buranın meyvə dükanı, ondan sonra zapravkanı, mağazini biz işlətmişik. Əgər bu reallıqdan bunların, bu obyekt bunların isə, niyə biz gəlib onlara Aydanaya asfalt vermirik? Azər Quliyevə asfalt vermirik. Mən də qardaş, öz növbəmdə mənə verilən yalan informasiya, məlumatları doğrulamaq üçün buradayam, haqqı ədaləti demək üçün. Bir neçə gün bundan qabaq sosial şəbəkələrdə qarşıma çıxan belə iyrənc formada informasiyalar çıxdı və mənə zənglər olundu ki, vətəndaş Əlzamin Behbudovun adına olan şəxsi obyekt bir neçə nəfər tərəfindən zəbt olundu. Bəli, mən də bunu bu günləri burada dəqiqləşdirmək üçün bizim qardaşlarım, bizim yəni Vətən müharibəsinin qazları və şəhid ailələri, şəhid qardaşları və ictimai insafı ilə gəldim bu məsələ ilə bağlı həqiqətən araşdırmada da belə bir nəticəyə gəldim ki, bu yer Azər müəllimin dayısı mərhum Qurban, rəhmətli Qurban kişinin bunlarla bağlı aralarında olan alqı-satqı müqaviləsində həmən Əlzamin Behbudov bunlara 110 min Azərbaycan manatı pul qarşılığında obyekti satıb, obyekt olmayıb, boş ərazi olduğu satılıb və həmin 110 minin, 30 mininin öz ələ belə deyim də təsdiqlə bunlardan aldığına dair və 80 mindən sonradan aldığına dair vaxtlı maddi sübutlar və dəlillər həqiqətən də ortalığa çıxır. Və bu günlərin burada Yenidaş kəndinin sakinlərinin həqiqətləri deməsi və hal şahidlərinin orada olması bunun da özünü bir mənalı olaraq bürüzə göstərir və təsdiq edir ki, həqiqəti Azər müəllim buranın həqiqətən də bu obyektin sahə olaraq alınıb və sonradan yaşı obyekt kimi, zapravka kimi və dükkan kimi, market kimi fəaliyyət göstərilməsi bir mənalı olaraq faktdır. Və bu günə qədər də Əlzamin Behbudovun maraqlandığım, öyrəndiyim fakt nəticələrə gəlirəm və bunların hər birinin vətəndaş kənd sakinləri olaraq dediyi söhbətlərdə Əlzamin Behbudovun fərqli insanlara borcları olmuş və bu obyektdən son
axırıncı işlədiyi yanvar ayının 25-də 192 min manat Azərbaycanın geyintisi 76 min manatdan marketdən, dükandan geyinti apararaq, yəni bu həqiqətən də özünü büruzə verir ki, bu insanın etdiyi əməllərin hər birində tələffüzdür və inanıram ki, inşallah Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, belə deyim də, Daxili İşlər orqanları, yəni bununla bağlı, yəni müstəvi olaraq azad həqiqətləri, faktları, sübutları ortaya yetirəcək. Çox sağ olun. Mən Qasımov Türkmen Bərdə rayonu Yenidaşkənd kəndindən ikinci qrup müharibərli və şəhid qardaşı, kəndin sakini kimi mən də yəni onun şahidiyəm ki, bax bu, həmən bu marketin yeri, bax bu zapravka boş bir yer olub, Ərzaminin olub, adına olub və burada Adər qardaşım, Qurban, Allah rəhmət eləsin, Ərzaminlə danışıblar, həmin bu yeri Adər alıb, tikindi, Adərgil aparır və Ərzamin burada bir fəhlə kimi işləyir. Və o tikintidə də fəhlə kimi işləyib, palçıq qatıb, qubud daşıyıb. Bu obyektdə Ərzamin bir dənə bir işçi kimi əvvəldən axıra kimi xidmət edir. Yəni bunun borcu, xərci olduğuna görə buradan qardaşlar dedikləri kimi buradan pul götürüb və ona dediyi miqdar ödənir və bunun adına olduğuna görə bugün ondan istifadə edir, elə fikirləşir ki, bunu istifadə eləməklə bu obyektdə yəni yerlənəcək. Özü qaçıb gedib, bacısını atıb ortaya, bacısı gəlib bugün burada yəni hayır, yəni haray çəkir. Amma bu elə deyil. Biz Yenidaş kəndinin bir sakini kimi mən şəxsən yəni gördüklərim, bildiklərim odur ki, bu obyekt Adər müəllimdir. Adər müəllim buranı işlədi və Yenidaş kəndin əhalisinin əksəriyyəti bax buradan dolanır. Buradan gəlib mal götürürlər. Yəni əsasən odur ki, Yenidaş kənd bütün əhali bilir ki, bura Azərin. Mən bu lefranın İsmail'den bu obyekt torpaq olub, obyekt olmuyor. Benim o xəlinin vasitəsilə mənim iştirakımla danışılıb, Zar müəllim olub, bizim evdə mən olmuşam, Ərzamin olub, çıxıb yolda bacısından danışıb, buranın 120 min qiymətlənməsi olub, Zar 10 minini indirib, 110 minə razılaşıb, pulu qəpiyə verilib, ortadan çıxıb. Sonra burada işçi kimi işləyib, bugünkü günü hal-hazırki vəziyyətdə Daşkənd bilir ki, bura kimə məxsusdur, Daşkənd bilir ki, bu addım, düzgün addım deyil. İnşallah Allah deyən olsun, haqq yolu gəlib çıxacaq. Ərzamin də özünü bir oğlan kimi tanıyırsa çıxsın bu işi, özü öz vicdanından yoluna versin, etiraf eləsin ki, bura həqiqətən də 110 minə satılıb, pulumu da almışam. Mən bu levara qanunlu Bərdə rayonu Yenidaşkənddən sormuşam. 2016-cı ildən Deyibto Ərzamin buranı satır, mənim doğumlarım Qurban Bayralı və ondan sonra kasalar mənim adıma keçir, düz günə kimi bütün əməliyyatlar mənim adıma keçir. Bütün əməliyyatların hamısı mənim adıma olunur, adıma hal-hazırda 400-ə yaxın mal halı qalır, onların yetişdirindən mənim adıma olunur. Daverus'dan Ərzaminə vermişəm, bütün işlər yapamam, bütün əməliyyatlarda Ərzamin diyor. Sonda Kanal 21 olaraq onu da bildirək ki, səsləndirilən fikirlərə görə heç bir məsuliyyət daşımırıq, qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Kanal olaraq ictimailəşdirmək bizim işimizdir, tədbir görmək və ümid isə aidiyyəti qurumlara və Allaha qalır.